Salam dəyərli şagirdlər. Bu gün sizlərlə səhifə 86-da yerləşən ilkin yoxlamaya aid olan çalışmaları izah edəcəm. Bu tip videolar üçün də kanalıma abunə ola bilərsiniz. Birinci çalışmaya baxırıq. Dairəvi diaqramda bir binadakı mənzillər haqqında məlumat verilmişdir. Binada cəmi 40 mənzil olduğunu bilərək suallara cavab verin. A variantı. Neçə otaqlı mənzillərin sayı ən çoxdur? Buradan dairəvi diaqramdan göründüyü kimi 3 otaqlı mənzillərin sayı ən çoxdur. Bunun üçün də biz yaza bilirik ki, deməli A variantı qeyd edin bura. Ümumi 40 mənzildir. 5-də 2 hissəsi. Onda biz vururuq 40-ı 5-də 2-yə bərabərdir. 40 ilə 5 xısa gedir 8. 8-də və 2 16. Və buraya yazırıq 3 otaqlı mənzillərin sayı daha çoxdur. 16 ədəd. B variantı. 2 otaqlı mənzillərin sayı 1 otaqlı mənzillərin sayından nə qədər çoxdur? Bunu 2 yolla həll edə bilərik. Əvvəla baxırıq 2 otaqlı mənzillərin sayı onda 3 hissədir. 1 otaqlı mənzillərin sayı isə onda 1 hissə. Onda biz onda 3-dən onda 1 çıxıb onda 2 yazırıq. Ümumi 40 mənzil olduğu üçün 40-ı vururuq onda 2-yə. O da edir 8. Və yaxud o biri üsulla yazsaq, əvvəl 40-ın onda 1 hissəsini tapıram, edir 4. Bir də 40-ın onda 3 hissəsini tapıram, edir 12. 12-dən də 4 çıxsam, edir 8. C variantı. 4 otaqlı mənzillərin 4də 1 hissəsi satılıbsa, satılmayan neçə 4 otaqlı mənzil qalıb? Əvvəla 4 otaqlı mənzil neçə hissə təşkil etdiyini baxırıq dairəvi diaqramda 5də 1. Onda biz 40-ın 5də 1 hissəsini tapırıq. Edir 8 mənzil. 8-in də 4də 1 hissəsi satılıb. Vururam 8-i 4də 1-ə, edir 2. Deməli 8-in 8 mənzildən 2 ədəd mənzil satılıb. Onda 8-dən də çıxıram 2, satılmayan mənzil 6 olur. Və yaxud da bunu belə də tapa bilərik şagirdlər. 4də 1 hissəsi satılıbsa, satılmayan 4də 3-dür. 4də 3. 8 mənzil varsa 8-i də 4də 3-ə vururam. Yenə edir 6. D variantı. Neçə mənzilli otaqların sayı 2-dən çoxdur? Yəni bu 1 otaqlı mənzili və yaxud 2 otaqlı mənzili soruşmur. Bizdən 3 otaqlı və 4 otaqlı mənzili soruşur. Onda 3 otaqlı mənzil 5də 2 hissədir. 4 otaqlı mənzil isə 5də 1 hissədir. O da edir 5də 3. Və 40-ı vururam 5də 3-ə. Bərabərdir 8 vur 3, 24. Və yaxud da bir dəfə 40-ın 5də 1 hissəsini tapıram, edir 8. Bu 4 otaqlıdır. Bir dəfə də 40-ın 5də 2 hissəsini tapıram, yəni 3 otaqlı. O da edir, deməli 16. 16 ilə 8-i toplasam, yenə 24 alıram. İkinci çalışmaya baxırıq. Xətti diaqramda 6 il ərzində fabrikdə neçə cüt ayaqqabı istehsal olunduğu barədə məlumat verilib. Hansı ildə ən az sayda ayaqqabı istehsal edilmişdir? Xətti diaqramdan da göründüyü kimi ən az, baxın buradan 2021-ci ildə nə qədər? 26 cüt. Buraya yazıram 2021-ci il, mötərizədə 26 cüt. B variantı. Hansı illərdə eyni sayda ayaqqabı istehsal olunmuşdur? Bura baxın, deməli 2017-ci üzr istəyirəm. 2018-ci ildə və 2022-ci illərdə. Deməli 28 ədəd yazıram 2018 və 2022 nə qədər? 28 cüt. Bir də deməli başqa bir rəngdən keçək. 2019 və 2020-ci illərdə. Bunu da elə yazıram buradan. 2019 və 2020-ci illərdə nə qədər? 29 cüt. Bu da B variantına aiddir. Sonra C variantına baxırıq. 2022-ci ildə ayaqqabı istehsalı 2017-ci illə müqayisədə artıb yoxsa azalıb? Nə qədər? Biz baxırıq ki, 2017-ci ildə bu göstərici 27 imiş. Baxın, 27. 2022-ci ildə isə olub 28. Deməli, biz yazacağıq ki, artıb. Yazıram, artıb. Nə qədər?
27 imiş əvvəl, sonra olub 28. 28-dən də 27 çıxıram, edir 1 cüt. D variantı. 6 ildə fabrikdə cəmi neçə cüt ayaqqabı istehsal olundu? Baxıram. 2017-də 27 ədəd, 2018-də 28 ədəd, 2019-da 29 ədəd, 2020-də yenə 29 cüt, daha doğrusu, 2021-ci ildə 26 cüt və 2022-ci ildə 28 cüt. Və bunları toplayanda 27-nin üstünə 28, 55, 55-in üstünə 29, 84, 84-ün üstünə 29, 113, 113-ün üstünə 26, 139, 139-un üstünə də 28, 167. Uşaqlar, səhvli ola bilər, hesab səhvi. Özünüz rəy bölməsində qeyd edə bilərsiniz, problem deyil. Üçüncü suala baxırıq. Sütunlu diaqramda təsərrüfatda bir ildə tədarük edilən dənli bitkilər haqqında məlumat verilib. Məlumata əsasən suallara cavab verin. A variantı. Hansı dənli bitki ən az tədarük edilib, neçə ton? Biz buradan baxırıq ki, ən az tədarük edilən darıdır, 10 ton. Burada D hərfi yazıram, yerləşməyəcək deyə, mötərizədə 10 ton. B variantı. Ən çox dənli bitki ən çox hansı dənli bitki tədarük edilib? Buradan baxıram, buğda, B yazıram. Neçə ton? Qarşısında görürəm ki, 40 tondur. Burada 40 ton. C variantı. Tədarük edilən buğda qarğıdalıda neçə ton çoxdur? Buğda 40 tondur. Qarğıdalıya da baxırıq 20 ton. 40-dan da 20 ton çıxanda edir 20 ton. 20 ton çoxdur demək. Təqribən neçə ton arpa tədarük edilib? Arpaya baxıram, 30 ton. Buraya yazıram 30 ton. Təsərrüfatda təqribən neçə ton dənli bitki tədarük edilib? Artıq ümumi dənli bitkilərdən söhbət getdiyi üçün arpanı, buğdanı, darını və qarğıdalını biz toplayırıq. Arpa 30-dur, buğda 40-dır, darı 10-dur və qarğıdalı 20-dir. O da edir, deməli, 100 ton. Təsərrüfatda nə qədər dənli bitki tədarük edilib deyəndə biz yazırıq 100 ton. Bura qədər izlədinizsə kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.